Üçüncü hissə, yoxsulluğun cılız barmaqları. Edmundo dayıya dərdimi danışanda məsələyə çox ciddi yanaşdı. Deməli, səni narahat edən budur? Hə də, budur. Qorxuram təzə evə köçəndə Luciano bizimlə gəlməsin. Əminsən ki, bu yarasan səni çox sevir? Bəs necə? Bütün qəlbi ilə, şübhəsiz. Onda gərək inanmasan ki, arxanca gələcək. Ola bilər biraz geciksin, amma bir gün mütləq gəlib səni tapacaq. Təzə evin ünvanını, küçənin adını, nömrəsini də söyləmişəm ona. Düz eləmişsən. Demək, işi lap asanlaşıb. Müəyyən səbəbdən özü gəlməsə də bacı qardaşlarından ya qohum əqrabasından kimisə mütləq göndərəcək. Sən bunun heç fərqinə də varmayacaqsan. Yenə də narahat idim. Luciano oxuya bilmirdi axı. Ünvanı bilməyinin nə xeyir olacaqdı? Ola bilsin quşlardan, parabüzənlərdən və ya kəpənəklərdən soruşar. Narahat olma Zezi. Yarasalar da səmtə tapmaq bacarığı var. Nə var dediniz dayıcan? Edmundo dayı səmt tapmaq bacarığının nə olduğunu izah elədi. Onun savadına bir daha heyran oldum. Məsələmi həll edib küçəyə çıxdım. Getdim hamıya deyim ki, biz köçürük. Böyüklərin çoxu gülər üzlə deyirdi. Demək köçürsünüz Zezi. Nə yaxşı, nə gözəl hadisədir. Sadəcə bir kino elə də təəccüblənmirdi. Demək bir tin o yana köçürsünüz. Buradan elə də uzaq deyil. Bəs sənə dediyim məsələ necə olacaq? Nə vaxtdır ki? Sabah saat 8-dir. Banqu klubunun çıxışında. Fabrik sahibi bir yük maşını oyuncaq almağı tapşırıb. Gələcəksən? Gələcəm. Luisi də gətirəcəm. Bəlkə mənə də nəsə verdilər. Əlbəttə verərlər. Yoxsa elə bilirsən, böyümüsən? Yanıma yaxınlaşanda hiss elədim ki, hələ çox balacayım. Zənn etdiyimdən də balaca. Yaxşı, yəqin bir şey olar da. Amma indi biraz işim var. Qala bilməyəcəyim. Sabah orada görüşərik. Evə qayıdıb Gloriyanın ətrafında fırlanmağa başladım. Nə var ay uşaq? Deyə soruşdu. Sən bizi ora apara bilərsən? Şəhərdən ağzına qədər oyuncaqla dolu bir yük maşını gələcək. Bax sizə, işim başımdan aşır. Paltar ütüləməliyəm. Köməklə bağlı jandiraya kömək etməliyəm. Mətbəx də mənim üstümdədir. Ona dedim ki, Realengo hərbi məktəbində bir dəstə tələbə də gələcək. Bacım Rudi dediyi Rudolf Valentinonun fotoşəkillərini dəftərin arasından yığmaqla kifayətlənməz. Hərbi məktəbin tələbələrinə də heyran baxardı. Səhər saat 8-də hərbi məktəb tələbəsini harda görmüsən, hə? Balaca məni gic yerinə qoymusan yoxsa? Get o tərəfdə oyna Zezi. Lakin mən heç yana getmədim. Bilirsən, Qadoya, deyə təkid elədim. Bunu özüm üçün istəmirəm axı. Luisə söz vermişim, ora aparmalıyam. O hələ çox balacadır. O yaşlı uşaqlar miladdan başqa heç nə barədə fikirləşmirlər. Zezi, dedim axı, gedə bilməyəcəm. Mənə də nağıl danışma. Əslində, daha çox özün getmək istərsən. Bütün ömrün qabaqdadır. O qədər bayram görəcəksən, o qədər milad hədiyyəsi alacaqsan ki. Bəs ölsəm, bu il milad hədiyyəsi almadan ölsəm, belə tez ölməzsən dostum. Edmundo dayından Don Benedikton 2 dəfə çox yaşayacaqsan. Daha bəsdir, ged oyna. Yenə də heç yerə getmədim. Elə etdim ki, hara keçsə gözü məni görsün. Soyunma otağında nə isə axtarmağa gedirdisə, yellənən kresloda elə otururdum ki, mənimlə üz-üzə gəlirdi. Yalvarış dolu baxışım ona təsir edirdi. Çəndən su gətirməyə gedirdisə, qapının ağzında oturub ona baxırdım. Çirkli paltarları gətirmək üçün yatağına keçirdisə, görürdü əllərim çənəmdə çarpayda oturub gözlərimi ona dikmişim. Nəhayət dözmədi. Yetər artıq Zezi. Yox dedimsə, deməli yox. Tanrı xətrinə, zəhləmi tökmə. Get oyununu oyna. Yenə getmədim. Daha doğrusu fikirləşdim ki, getməyəcəm. Bir də gördüm, qolumdan yapışdı. Məni qapıdan çölə çıxardıb bağçaya vızıldatdı. Sonra və keçdi. Mətbəxlə qonaq otağının qapılarını bağladı. Yenə də təslim olmadım. Hansı pəncərənin qabağında keçdisə, görürdü, orada oturmuşam. Yataqları yığıb evi təmizləyirdim. Hara dönsə qarşısında məni görürdü. Onu izləyirdim. O da bir-bir pəncərələri bağlayırdı. Sonda gözünə görünməyim deyə qapı pəncərələrin hamısını bağladı. Şeytan, yaramaz mulat. Səni görüm heç vaxt hərbi məktəb tələbəsinə ərə getməyəsən. Tanrı elə eləsin, cibində bir qəpik də olmayan ac yalavac sıravi əsgərə qismət olasan. Elə ki gördüm mənasız iş vaxt sərf eləyirəm, evdən aralanıb özümə küçəyə atdım. Bu zaman küçədə tək başına oynayan Nardinonu gördüm. Diz üstə çöküb
Diqqətlə eyni nöqtəyə baxırdı. Kibrit qutusundan güya balaca maşın düzəldib, sürücü yerinə də eşşək arısı qoymuşdu. Ömrümdə bu qədər böyük eşşək arısı görməmişdim. Sən bir buna bax. Çox böyükdür, hə? Dəyişmək istəyərsən? Nə ilə? Şəkillə. Neçə dənə? 2 dənə. Nə? Belə bir yekəbərə sadəcə 2 şəkil? Edmundo dayının evinin arxası bunlarla doludur. 3 şəkillə dəyişdirərəm. Verərəm. Amma seçmək haqqı olmadan. Elə olmaz. Heç olmasa ikisini özüm seçim. Yaxşı. Ona Laura Laplantin şəklini verdim. Ondan məndə bir neçə dənə idi. Hud Gibsonun və Betsy Ruth Miller'in şəkillərini isə özü seçdi. Eşik arasını cibimə atıb oradan uzaqlaşdım. Tez ol Louis, Gloria çörək almağa getdi. Jandira da yellənən kresloda kitab oxuyur. Əylə-əylə gizlicə dəhlizdən çıxdıq. Onu ayaq yoluna apardım. İşini tam gör qurtar. Artıq böyümüsən. Bunu küçədə eləmək olmaz. Onun əl üzünü yudum. Özüm də yuyundum. Sonra qayıtdıq yataq otağına. Səs salmadan onu geyindirməyə başladım. Balaca çəkmələrini ayağına geyindirdim. Corabları tirşli idi. Onları geyindirməyə mənası yox idi. Balaca mavi pencəyini düymələyib darağı əlimə aldım. Amma saçları sözə baxmırdı. Nəsə eləmək lazım idi. Ətrafda da heç nə yox idi. Nə krem vardı, nə briyantin. Mətbəxə keçdim. Barmaqlarım ucuna donuz yağına batırıb geri döndüm. Bunu ovcuma yayıb iylədim. Pis qoxusu vardı. Pis qoxusu yoxdur. Sonra Lucy'nin saçlarını bu yağdan sürtüb daradım. Saçları ilə yaxşı oldu ki, gözəl qıvrım saçları onu çiynindən quzu aparan müqəddəs Xuana bənzədirdi. Heç yerə tərpənmə. Gedim, mən də geyinim, dedim. Şalvarımı və ağ köynəyimi geyinə-geyinə qardaşıma baxırdım. Necə də yaraşıqlı idi. Bangu da ondan yaraşıqlısı yox idi. Gələn il məktəbə geyinməli olduğum ayaqqabılarımı geyindim. Gözüm qalmışdı Louis'də. Bu yaraşıq və bu zəiflikdə balaca İsa'ya da oxşayırdı. Bir yığın hədiyyə alacaqdı. Buna heç şübhəm yoxdu. Onu görəndə birdən diksindim. Gloria evə qayıtmışdı. Çörəyi masanın üzərinə qoyurdu. Evdə çörəyin olduğu o gözəl günlərlə eşidilən kağız xışıltısının səsi gəlirdi. Əl-ələ tutub otaqdan çıxdıq. Düz bacımın qarşısında durduq. Çox şirindir, hə, qadaya. Onu mən geyindirmişəm. Qəzəblənməkdənsə qapıya söykəndi. Başını qaldırıb göyə baxdı. Başına əyəndə gözləri yaşla dolu idi. Sən də çox şirinsən. Sizi. Diz töküb başımı sinəsinə sıxdı. Aman tanrım, niyə bəziləri üçün həyat bu qədər çətindir? Özünü topladı. Sonra üst başımıza biraz əl gəzdirdi. Demişdim, sizinlə gedə bilməyəcəm. Doğrudan da gedə bilmirəm sizi. O qədər işim var ki, gedək. Mən bir şey fikirləşənə qədər bir qəhvə içək. Bir də lap getmək istəsəm də hazırlaşmağa vaxt çatmaz. O qarşımıza qəhvə qoydu, çörək doğradı. Kədərli gözlərini bizdən çəkə bilmirdi. Bir mənasız oyuncaq üçün bu əziyyətə dəyər, dedi. Təbii ki, bu qədər yoxsula payladıqları elə belə adi oyuncaq olacaq. Bir müddət susub davam elədi. Bəlkə də nəsə əldə etməyin yeganə yolu budur. Getməyinizə mane olmayacam. Ancaq aman tanrım, siz çox balacasınız. Mən ona göz olacam. Əlini heç buraxmayacam. Bir də ki, Godoya, Rio-San Paulo yolunu keçmək də lazım gəlməyəcək. Yenə də təhlükəlidir. Yox, nə təhlükə? Bilirsən, mənim səmdə tapmaq bacarığım da var. Kədərli olsa da güldü. Bunu kimdən öyrənmisən? Edmundo dayıdan. Luciana'da bu qabiliyyət var. Məndən balaca olan Luciana'da varsa, deməli məndə də var. Gedim bir Jandira ilə danışım. Boş yerə vaxt itiririk. O bizimlə maraqlanmır axı. Jandira vaxtını ya roman oxumaqla keçirir, ya da heyranlarını düşünməklə. Başqa heç nə vecinə deyil. Onda belə eləyək. Qəhvəmizi içib qapıya çıxaq. O tərəfə gedən tanış adam keçsə, xahiş eləyərəm, sizi də ötürər. Vaxt itirməyək deyə çörək yemək istəmədim. Qapıya doğru getdik. Heç kim yox idi. Boşuna vaxtımız gedirdi. Nəhayət bir nəfər göründü. Poçtalyon Passion papağını çıxarıb Gloria'nı salamladı və bizi müşayiət etmək təklifini qəbul elədi. Gloria Louis'i də məni də öpdü. Gülümsəyib həyəcanlı səslə soruşdu. Yaxşı, bəs sıravi əsgər və hərbi məktəb tələbəsi məsələsi necə olacaq? Əşi, fikir vermə. Ürəkdən deməmişdim ki, Paqonu ulduzlu mayora ya da təyyarə pilotuna ərə gedəcəksən. Niyə Totoqa ilə getmirsiniz? Totoqa dedi ki, gedən deyil. Bizi özünə yük etməyə həvəsi yoxdur. Yola çıxdıq. Cənab Passion evlərə məktub payladığı üçün dedi ki, biz qabağa düşüb gedək. O işini bitirən kimi
Daha sürətlə addımlayıb bizə çatırdı. Sonra yenə məktub qoymaq üçün dayanır, yenə də gəlib bizə çatırdı. Beləcə gedirdi. Rio San Paulo yoluna çatanda gülümsəyib dedi: "Uşaqlar, mən tələsirəm. Siz isə məni gecikdirirsiniz. İndi ayrılıb özünüz gedə bilərsiniz. Artıq heç bir təhlükə yoxdur." Məktub və kağız dəstlərini qoltuğuna vurub tez tələsik uzaqlaşdı. Bir qədər qəzəblənmiş halda düşündüm. Qorxaq Gloriaya güya söz verib ki, bizə göz qulaq olacaq. Amma iki balaca uşağı yolun ortasında atıb getdi. Luisin balaca əlini bərk-bərk sıxdım, yolumuza davam etdik. Luis yorulmağa başlamışdı. Getdikcə addımları yavaşlayırdı. "Biraz da döz, Luis," dedim. "Az qalıb. İrəlidə bizi çoxlu oyuncaq gözləyir." Belə deyəndən sonra bir qədər sürətlə yeridi. Sonra yenidən ayaqlarını sürməyə başladı. Nəhayət dilə gəldi. "Sizi, yorulmuşam. Gəl qucağıma." Qollarını uzatdı. Onu qucağıma alıb biraz apardım. Ay aman, Luis daş kimi ağır idi. Əsas küçəyə çatanda nəfəsim az qala kəsilirdi. "İndi biraz da özün gəz," deyib onu yerə qoydum. Bu vaxt kilsənin saatı çaldı. Saat 8 idi. 8 oldu. Biz 8-in yarısına orada olmalıydıq. Amma eybi yoxdur. Adamlar çox olsa da oyuncaqlar da çoxdur. Bir yük maşına oyuncaq var. "Sizi, ayağım ağrıyır." Əyildim. "Gəl ipini biraz boşaldım. Rahat olsun." Getdikcə lap yavaşladırdıq. Məndən elə gəlirdi, bazara heç çatmayacağıq. Hələ bazardan sonra məktəbi keçib sağa, banko klubunun olduğu küçəyə dönməliydik. Ən pis o idi ki, zaman sanki qanadlanıb uçurdu. Həmin yerə çatanda yorğunluq bizi əl-əldən salmışdı. Heç kimi göz dəymirdi. Oyuncaqların izi tozu da yox idi. Yox, nəsə vardı. Orada doğrudan da oyuncaq paylamışdılar. Çünki yer rəngbərəng kağız parçaları ilə dolu idi. Ürəyimin dərinliyində şübhə baş qaldırdı. Biz gəlib çatanda da Don Coquito artıq klubun qapılarını bağlayırdı. Nəfəsi kəsilmiş halda qapıcıdan soruşdum. "Don Coquito, oyuncaqları paylayıb qurtarıblar. Hamısı qurtardı sizi. Çox gecikmisiniz. Sanki buraya hücum etmişdilər." Mehribanlıqla gülümsədi. "Heç nə qalmadı, hətta bacı qardaşımın uşaqlarına da," deyə əlavə elədi və qapını bərk-bərk bağlayıb küçəyə çıxdı. "Gələn il lap tez gələrsiniz, balaca tənbəllər." Eybi yoxdur, amma eybi çox idi. Özü də lap çox. Elə pis oldum, elə peşman oldum ki, həmin an ölmək istədim. Gedib orada oturaq, biraz dincələk dedim. "Susamışam sizi." Don Rosenbergin yanından keçəndə bir stəkan su istəyərək, ikimizə də çatar. Yalnız bundan sonra başa düşdü ki, vəziyyət çox pisdir. Heç nə demədi. Dodaqlarını büzüb çaşqınlıqla mənə baxdı. "Eybi yoxdur, Luis. Totokadan xahiş eləyəcəm ki, balaca atımın ay işığının çubuğunu dəyişdirsin. Onu Şaxta babanın hədiyyəsi kimi sənə bağışlayacağam." Birdən hıçqırıb ağlamağa başladı. "Yox, ağlamaq olmaz," deyə acıqlandım. "Sən axı kralsan. Ata deyirdi ki, Luis kral adıdır. Heç görmüsən ki, hansısa kral küçənin ortasında hamının qabağında ağlasın?" Başını sinəmə söykəyib qıvrım saçlarına oxşadım. "Bax, mən böyüyəndə cənab Manuel Valedresin maşınını kimi bir maşın alacam. Portuqaliyalı biri vardı, yadındadır. Biz vağzalda Mangaretipani qarşılayanda qarşımızdan keçmişdi. Bax, onunki kimi nəhəng bir maşın alacam. İçi də hədiyyələrlə dolu. Hamısı da sənin üçün. Bircə sən ağlama, krallar ağlamazlar." Pərtlikdən ürəyim partlayırdı. And içirəm, o avtomobili alacağam. Lazım olsa lap adam öldürəcəyəm, oğurluq edəcəyəm. Danışan içindəki kiçik quş deyildi. Bu səs ürəyimdən gəlirdi. "Hə, dedimsə, demək eləyəcəkdim. Niyə axı balacaysa məni sevmirdi? O ki, dünyaya gəldiyi tövlədəki öküzü eşşəyi belə sevmişdi. Məni isə yox. Bəlkə də şeytanın xaç oğlu olduğumu görə o məndən qisas alırdı." "Bəs Luis? Luis axı hədiyyəyə layiq idi. Axı o bir mələkdir. Göy üzünün mələkləri ondan şirin ola bilməzdi." Göz yaşlarımı saxlaya bilmədim. "Sizi, ağlayırsan? Keçib gedəcək. Hər halda mən sənin kimi kral deyiləm. Heç bir işə yaramayan adamam. Pis uşağam. Görürsən, çox pis uşaq. Və salam." "Totoko, təzə evə bir də getdin?" "Yox, bəs sən?" "Fürsət tapan kimi gedirəm." "Niyə gedirsən axı?" "Gedib Mingunyaya baş çəkirəm, görüm necədir." "Nə Mingunyu, nə Mingunyu kimdir?" "Mənim şirin portağal fidanım." "Nə gözəl ad tapmısan. Ad qoymaqda sənə çatan olmaz da." Totoko gülüb işini davam elədi. Ay işığı üçün yeni çubuq yonurdu. "Nə oldu, necədir?" "Heç böyüməyib.
Sən elə bütün günü onu gütsən, böyüməz ki. Bir buna bax, gör xoşuna gəlirmi? Hə, Totoka, yaxşıdır. Necə olur sənin əlindən hər iş gəlir? Deyə bilərsən, quş qəfəsi, hin, arı pətəyi, hasar, taxta çərçivə, bunların hamısını hər şey düzəltməyi bacarırsan. Çünki hamı kəpənək qalstuk taxan şair olmaq üçün doğulmur. Bir işi doğrudan da öyrənmək istərsənsə, öyrənəcəksən. Yox, elə deyil. Adam gərək belə işə meyilli olsun. Bir an duruxdu. Edmundo dayıdan öyrəndiyimi güman etdiyi söz onu tutmuşdu. Dindinyan mətbəxdə idi. Bayat çörəkləri şəraba batırıb yağda qızardacaqdı. Bu xüsusi milad gecəsi yeməyi idi. Bax, dedim, Totoka, adam var, buna da möhtacdır. Şərabın və sabah günorta hazırlanacaq salat üçün alınan meyvələrin pulunu Edmundo dayı verib. Totoka əlindəki işi tam təmənnasız edirdi. Çünki banko klubundakı hadisədən xəbərdar idi. İndi heç olmasa Luisin oyuncağı olacaqdı. Lap köhnə də olsa, gözəl at idi. Mən də onu çox sevirdim. Totoka, nədir? Şaxta baba bizə heç hədiyyə gətirməyəcək? Məncə yox. Düzünü de, mən hamının dediyi kimi pis uşağam. Pis? Yox, pis uşaq deyilsən, amma içində bir şeytan var. Milad bayramından istədiyimi bircə şey var. Bu şeytandan qurtulmaq istəyirəm. Ölməzdən əvvəl həyatımda heç olmasa bir dəfə balaca şeytan yerinə mənim üçün balaca İsa'nın doğulmasını istəyirəm. Bəlkə gələn il olar, sən niyə mənim kimi eləmirsən axı? Sən neynərsən ki? Heç kimdən heç nə gözləmirəm. Ona görə peşman da olmuram. Bax, hamı deyir ki, balaca İsa yaxşı adam olub, rahib də deyir. Dini kitablarda belə yazılıb. Bəlkə heç elə deyil. Sustu. Bilmədi fikrindəkiləri desin, deməsin. Yaxşı, bəs balaca İsa necədir? Deyən onu qabaqladım. Bax, deyək ki, sən çox nadinci etdiyin üçün hədiyyəsiz qaldın, hə? Bəs Luisin nə günahı var? Luz mələkdir, mələk. Bəs Gloria, o da mələkdir. Bəs mən? Bax sən, bəzən sən arada mənim əşyalarımı götürürsən. Ancaq yenə də çox yaxşı adamsan. Bəs Lala? Lalanın əli ağırdır, amma o da yaxşı qızdır. Bir gün mənə kəpənək qalstuk tikəcək. Bəs Şandira belə də, amma pis qız deyil. Bəs anamız? Anamız çox yaxşıdır. Məni döyəndə də peşman olur. Heç vaxtda var gücü ilə vurmur. Bəs atamız? Bax, onu bilmirəm. Onunki heç gətirmir. Hər halda o da mənim kimidir, talihsiz. Gördün, bizimkilər əsasən yaxşı adamlardır. Elə isə niyə balaca İsa bizə qarşı mərhəmətli deyil? Həkim Falhaberin evinə getsən, görəcəksən masanın üstü aşıb daşır. Villas Boazgildə də eyni vəziyyətdir. Həkim Adauk da Luis Gildən heç danışmağa dəyməz. İlk dəfədir ki, görürdüm ki, Totoka az qalır ağlasın. Məncə balaca İsa ona görə kasıb doğulub ki, diqqət çəkə bilsin. Sonradan başa düşüb ki, yalnız varlılar onun üçün faydalı ola bilərlər. Nəysə, uzun söhbətdir. Bəlkə də günaha batıram. Çox məyus olmuşdu danışmağa. Da həvəsi qalmamışdı. Heç yonduğu çubuqdan gözünü çəkmək istəmirdi. Bayram süfrəmiz elə kasıb idi ki, adam heç xatırlamaq da istəmir. Hamı səssizcə yeməyini yedi, atam şərablı çörəyin dadına da baxmadı, heç üsünü də qırxmamışdı. Gecə yarısı ayninə də getmədik. Ən pis o idi ki, heç kəs bir-biri ilə danışmırdı. Elə bil balaca İsa'nın doğulduğu gün yox, öldüyü gün qeyd elirdi. Atam papağını götürüb bayıra çıxdı. Nə bizimlə sağollaşdı, nə milad bayramımızı təbrik etdi. Anidən elə ev çəkələyində bayıra çıxdı. Bunun arxasınca Dindinya yaylığını çıxarıb gözlərini sildi və Edmundo dayı ilə getmək üçün icazə istədi. Edmundo dayı mənə 500 reis verdi. Totokyada o qədər pul verdi. Bəlkə də daha çox vermək istəyərdi. Amma gücü buna çatırdı. Ya da bizə verməkdənsə şəhərdə yaşayan uşaqlarına pul göndərmək istəyərdi. Buna görə də onu var gücümlə qucaqladım. Şübhəsiz, bu bayram gecəsindəki yeganə qucaqlaşma idi. Nə öpüşən oldu, nə də bir-birinə xoş söz söyləyən. Anam yataq otağına keçdi. Bilirdim ki, gizlicə ağlayır. Hamımız onun kimi ağlamaq istəyirdi. Lala, Edmundo dayı ilə Dindinyanı qapıya qədər ötürdü. Onların sakit addımları ilə yavaş-yavaş uzaqlaşdıqlarını görüncə dedi. Hə, bunlar yaman çox qazadırlar. Həyatdan da beziblər yəqin. Ən kədərlisi kilsə zənginin gecəni şən səslər doldurması oldu. Tanrı qullarının neşəsini görsün deyə göyə bir neçə fişəng atıldı. Biz evə gələndə Gloria ilə Jandira bütün qapqaşığı yuyub yığışdırmışdılar. Gloria'nın gözləri qıpqırmızı idi. O ki var ağlamışdı. Bunu bizdən gizlətmək üçün Totoka ilə mənə baxıb dedi.
Uşaqların yatmaq vaxtıdır. Balacam mənim, dedim. Bütün ev qaranlığa qərq olduqdan sonra soruşdum. Şərablı çörək dadlı idi, hə, Totoka? Bilmirəm, heç dadına baxdım ki, niyə? Boğazımda nəyəsə düyümlənmişdi. Yediyim boğazımdan keçmirdi. Yataq. Adam yatanda hər şeyi unudur. Qurdalanıb yerimdən durdum. Hara gedirsən sizi? Gedib ayaqqabılarımı qapının ağzına qoyacam. Qoymasan yaxşıdır. Yox, qoyacağam. Bir də gördüm möcüzə oldu. İçi hədiyyələrlə doldu. Bilirsən, Totoka, elə istəyirəm ki, mənə hədiyyə versinlər. Bircə dənə hədiyyə, amma nəsə təzə şey olsun. Təkcə mənə aid olsun. Üzünü çevirib başını yastığın altına saldı. Oyanan kimi Totokaya səsləndim. Gedək baxayıb, bəlkə nəsə qoyublar. Sənin yerinə olsam gedib baxmazdım. Baxacağam. Otağın qapısını açdım. Ayaqqabılarımı bomboş görəndə məyus oldum. Totoka gözlərini ovuşdura-ovuşdura yaxınlaşdım. Demişdim də sənə, qəlbimdə nifrət, üsyan və kədər qarışıq bir his vardı. Özümü saxlaya bilməyib, adamın atasının kasıb olmağından pis bir şey yoxdur, dedim. Baxışlarımı öz çəkmələrimdən ayıranda gözüm qarşımdakı başqa ayaqqabılara sataşdı. Atam ayaq üstə dayanıb bizə baxırdı. İri gözlərindən kədər tökülürdü. Gözləri elə böyümüşdü ki, lap Bankoçin yatağı ekranı boyda olmuşdu. Gözlərində elə dəhşətli ifadə vardı ki, lap istəsə də ağlaya bilməzdi. Bir dəqiqə dayanıb bizə baxdı. O bir dəqiqə əbədiyyət qədər uzun çəkdi. Sonra səsini çıxarmadan qarşımızdan keçdi. Donub qalmışdıq. Bir şey söyləyəcək halda değildi. Dolabdan kepkasını götürüb yenidən çölə çıxdı. Ancaq o an Totoka qoluma toxundu. Axmaqsan Zeze, deyə pıçıldadı. İlansan ilan, buna görə. Davam etməyib sustu. Bilmədim ki, oradadır. Zalımsan, ürəyin daşdır. Bilirsən ki, atamız xeyli vaxtdır işsizdir. Dünən üzünə baxdım, boğazımdan heç nə keçmədi. Bir gün sən də ata olacaqsan. Bunun nə demək olduğunu biləcəksən. Sustu, ağlayırdım. Axı görmədim, Totoka, görmədim. İtil gözümdən, axmaq uşaq, rədd ol. Küçəyə qaçıb ağlaya-ağlaya atamın ayaqlarını qucaqlamaq istədim. İstədim ona deyəm ki, səhv eləmişəm, başımdan böyük səhv. Amma bilmirdim nə edim. Eləcə donub qalmışdım. Yatağımın üstünə oturdum. Aralıdakı boş çəkmələrimə baxdım. Onlar da məqsədsiz döyünən ürəyin kimi bomboş idi. Niyə belə elədim, tanrım, deyə öz-özümə deyindim. Özü də bu gün. Hər şey onsuz da çox kədərli idi. Bir də mənim bu səhvim, nahar vaxtı atamın üzünə necə baxacam, meyvə salatı da boğazımdan keçməyəcək. Atamın kino ekranı kimi nəhəng gözləri məni izləyirdi. Gözlərimi yumur, daimi onun iri, çox iri gözlərini görürdüm. Ayağım ayaqqabı boyama qutusuna dəyən kimi ağlıma bir fikir gəldi. Bəlkə atam onda bu alçaqlığı bağışlayır. Mənimki boşalmışdı deyə Totokan qutusundan qara boya götürdüm. Heç kimə heç nə demədim. Ağır qutu çiynimdə kədərli-kədərli yola düzəldim. Elə bilirdim atamın gözlərində addımlayıram. Onun gözlərinin ağrısını çəkirəm. Çox erkəndir. Camaat gecə ayinindən, bayram yeməyindən sonra yatıb yuxudan hələ ayılmamışdı. Küçə uşaqla dolu idi. Hədiyyələrini bir-bir göstərib müqayisə edirdilər. Bu məni lap kədərləndirdi. Bilirdim ki, onların hamısı yaxşı uşaqlardır. Mənim etdiyim səhvi heç biri etməzdi. Müştəri tapmaq ümidi ilə aclıq və yoxsulluq dükanının qarşısında dayandım. Baqqal dükanı açıq idi. Dükanın adı elə belə verilməmişdi. İnsanlar oraya heç vaxt ayaqqabı geyinib gəlməzdilər. Elə pijamada, çəkələkdə, qaloşla gələrdilər. Səhər qəhvə içməmişdim. Amma ac da deyildim. Qanqaraçılıq aclığımı üstələyirdi. Tərəqqi küçəsinə qədər getdim. Bazara tərəf döndüm. Don Rosenbergin şirniyyat mağazasının qarşısında səkidə oturdum, amma iş yox idi. Vaxt gedirdi, mənsə bir qəpik də qazana bilməmişdim. Halbuki qazanmalıydım, qazanmağa məcbur idim. Hava isti idi, qutunun qayışı çiynimi kəsirdi, o böyle çiynimə keçirtdim. Həm də susamışdım, gedib bazardakı bulaqdan su içdim. Yaxında gedəcəyim xalq məktəbinin qarşısındakı pilləkəndə oturdum. Boyaqçı qutumu yerə qoydum. Heç nəyə ümidim yox idi. Gəlincik kimi başımı dizlərimə dayayıb eləcə gözləməyə başladım. Nəsə eləməyə taqətim qalmamışdı. Sonra başımı dizlərimin arasına saldım. Fikrimdəkini etmədən evə qayıtmaqdansa ölsəm yaxşı idi. Elə bu an kimsə ayağı ilə qutuya vurdu. Tanıdığım bir səs məni səslədi. Ey boyaqçı, yatan adam pul qazana bilməz ha.
İnamsız şəkildə başımı qaldırdım. Klubun qapıçısı Don Coquito idi. Bir ayağını uzatdı. Əvvəlcə parça qırığı ilə sildim. Sonra ayaqqabını yaş əski ilə təmizləyib quruladım. Daha sonra ehtiyatla boyamağa başladım. Şalvarınızı, balağını biraz yuxarı qaldıra bilərsinizmi? Zəhmət olmasa. Xahişimi yerinə yetirdi. Bu gün ayaqqabı təmizləməyə çıxmısanız, heç vaxt bugünkü qədər pula ehtiyacım olmayıb. Bəs Milad axşamı necə keçdi? Həmişəki kimi. Fırçanı qutuya vurdum. Ayağını dəyişdirdi. Eyni şeyləri təkrarladım. Sonra da parıldatmağa başladım. İşimi qurtardım. Yenidən fırçanı qutuya vurdum. Ayağını çəkdi. Borcum nə qədərdir Zezi? 200 reis. Niyə 200? Hamı 400 alır. İşin ustası olanda mən də onlar qədər alacağım. Hələlik olmaz. Cibindən 500 reis çıxarıb uzatdı. Qalsın. Sonra ödəyərsiniz. Səhərdən heç müştərim olmayıb, xırda qaytara bilməyəcəm. Lazım deyil. O da mənim sənə bayram hədiyyəm olsun. Sağ ol. Bayramınız mübarək Don Coquito. Bəlkə də 3 gün əvvəlki hadisəyə görə ayaqqabılarını sildirmək istəmişdi. Cibimdəki pulun ağırlığı məni biraz ürəkləndirdi. Amma bu çox çəkmədi. Artıq saat 2 idi. Küçə adamla dolu olsa da müştəri yox idi. Heç kim ayaqqabısını boyatmağa pul xərcləməyi istəmirdi. Rio San Paulo yolundakı dirəklərdən birinin yanında durdum. Arada bir nazik səslə müştəri çağırırdım. Gəlay müştəri, xanımlar və cənablar, ayaqqabınızı boyatdırıb yoxsullara kömək edin. Varlı bir adamın maşını yanımda dayandı. Ürəklənib ümidsizcə qışqırdım. Mərhəmət edin həkim, Milad bayramında yoxsullara kömək edin. Maşının arxasında oturan gözəl geyimli bir qadın və uşaqlar mənə baxırdılar. Qadının ürəyi yandı. Yazıq necə balacadır, ona bir şey ver Artur. Adam məni şübhə ilə süzdü. Hiyləgər avaranın biridir. Yaşından və miladdan faydalanır. Nə olsun, ona nəsə vermək istəyirəm. Gəl bura balaca. Çantasını açıb əlini pəncərədən uzatdı. Xeyr, təşəkkür xanım. Mən yalan demirəm. Milad günü işləyən adamın doğrudan da pula ehtiyacı var. Qutumu götürüb çiynimə astım. Üzümü çevirib getdim. Bu gün qəzəblənməyə və gücüm qalmamışdı. Bu zaman maşının qapısı açıldı. Bir uşaq arxamca qaçmağa başladı. Al balaca, anam deyir sən yalancı deyilsən. Tipimə 500 reis qoydu. Təşəkkür etməyimi gözləmədən dönüb getdi. Uzaqlaşan maşın mühərrikinin vıyıldısını eşitdim. Saat 4-ü keçmişdi. Atamın gözləri hələ də fikrimdən çıxmırdı. Məni incidirdi. Artıq geriyə dönürdüm. Almaq istədiyim şeyə pulum çatmayacaqdı, amma aclıq və yoxsulluq dükanında mənə endirim edə bilərdilər. Ya da icazə verərdilər pulun qalanını sonra ödəyim. Çəpərin dibində bir şey gözümə dəydi. Cırıq qara qadın corabı idi. Əyilib götürdüm. Əlimdən dartıb diqqətlə baxdım. Ondan ilan düzəldə biləcəyimi fikirləşib qutuya atdım. Sonra özümü acığım tutdu. Başqa vaxt, bu gün olmaz. Bilyas Boğazçilin evinə yaxınlaşdım. Evin ətrafında böyük bir bağça vardı. Yerə beton döşənmişdi. Sergio ağacların arasında gözəl bir velosiped sürürdü. Onu seyr eləmək üçün burnumu dəmir barmaqlığa dayadım. Qırmızı velosiped idi, sarı və mavi xətləri vardı. Metal hissəsi par-par parıldayırdı. Sergio məni gördü, gəlib qarşımdan keçdi. Sürətlə gedir, anidən dönür, əyləcə basır, velosipedi dayandırırdı. Sonra mənə yaxınlaşdı. Nədir, xoşuna gəldi? Uyda, dünyanın ən gözəl velosipedi. Qapıya gəl, daha yaxşı görərsən. Sergio Totoka ilə yaşıdı idi, eyni sinifdə oxuyurdular. Qırmızı rezinli ağcorab və lak ayaqqabı geyinmişdi. Ayaqyağın olduğuma görə utandım. Lak ayaqqabının parıltısında hər şey əks olunurdu. Hətta atamın gözləri də o parıltıdan baxırdı. Udqundum. Nə olub sizə? Belə bir təhərsən. Heç, velosipedin yaxından lap gözəldir. Milad hədiyyəsidir. Hə. Daha rahat danışmaq üçün yerə inib bağça qapısını açdı. Bilirsən, mənə nə qədər hədiyyə veriblər? Heç ağlına da gəlməz. Bir qramofon, 3 kostyum, xeyli hekayə kitabı, bir qutu rəngli karandaş, müxtəlif oyunlarla dolu bir qutu, pəri fırlanan təyyarə, 2 ağ yelkənli qayıq. Başıma əydim və Totokanın dediyi kimi sadəcə varlı insanlar sevən balaca insanı düşündüm. Nə olub sənə Zezi? Heç nə. Bəs sənə də çoxlu hədiyyə verdilər? Başımla yox dedim. Danışa bilmirdim. Heç nə olmadı, heç nə. Bu il evdə Miladı qeyd eləmədik. Atam işsizdir. Ola bilməz. Süfrənizdə şabalıd, fındıq, şərab da yox idi. Dindinyanın hazırladığı adi şərablı çörək vardı. Bir də qəhvə.
Sergio ona fikrə getdi. Zeze, səni evə dəvət eləsəm gələrsən? Nə baş verdiyini anlamağa başlamışdı. Ac olsam belə dəvəti qəbul eləmək istəmirdim. İçəri keçək. Anam səni qonaq edər, o qədər yeməli şeyə, o qədər şirniyyat var. Cəhd eləmək istəmirdim. Son günləri bəzi insanlar tərəfindən kifayət qədər alçaldılmışdım. Bir dəfə neçə dəfə demişəm, bu küçə yaramazlarının evə doldurma deyildiyini eşitmişdim. Yox, çox sağ ol. Yaxşı, bəs anama desəm ki, balaca qardaşın üçün şabalıtdan, şirniyyatdan pay hazırlasın, apararsan? Apara bilmərəm. İşimi görüb qurtarmalıyam. Məhz o an üstündə oturduğum boyaqçı qutusunu gördü. Axı heç kim milad üçün ayaqqabı boyatmaz. Bütün gün işləmişəm, amma mincə rez qazandım. Üstəlik yarısını sədəqə kimi verdilər. Hələ bunu 2 qatını qazanmalıyam. Niyə Zeze? Niyəsini deyə bilmərəm, amma çox vacibdir. Gülümsədi. Ağlına yaxşı bir fikir gəlmişdi. Mənim ayaqqabılarımı boyayarsanmı, sənə 1000 rez verirəm. Bu da alınmır. Dostlarımdan pul almıram. Bəs məcbur versəm, yəni bu pulu sənə borc versəm, borcu nə vaxt ödəsəm olar? Necə istəyirsən? Balaca şüşə kürələr də verə bilərsən. Bu şərtlə qəbul edirəm. Əlini cibinə salıb pul çıxartdı. Heç narahat olma, mənə çoxlu pul veriblər. Daxılım ağzına qədər doludur, dedi. Əlimi velosipedin təkərini üst sürtdüm. Doğrudan, aləmdir. Böyüyəndə velosiped sürməyi öyrənsən, verərəm, sürərsən. Yaxşı, yaxşı. Bir an belə gözləmədən qutumu alıb, aclıq və yoxsulluq dükanına doğru qaçdım. Qorxdum ki, dükan bağlanar. Fırtına kimi özümü içəri atdım. Cənab, o bahalı siqaretlərdən varınızdırmı? Deyə soruşdum. Əlimdəki pulu görən kimi 2 paket çıxartdı. Özün çəkməyəcəksən, Zeze, hə? Arxadan bir səs gəldi. Dediyi sözə bax. Bu yaşlı uşaq da siqaret çəkər. Sən bu tip müştərilər tanımırsan. Onlardan nə desən çıxar. Atamı alıram. Siqaret paketlərini bu üzə çevirəndə özümə çox xoşbəxt hiss edirdim. Bunu alım, yoxsa bunu? Sən bilərsən. Atamı bu milad hədiyyəsini almaq üçün bütün günü işləmişəm. Doğrudan. Bəs o sənə nə alıb? Heç nə almayıb, bilirsiniz. Yazıq hələ dişsizdir. Kədərləndi. İçindəkilər də susdular. Siz olsanız hansını seçərdiniz? İkisi də yaxşıdır. Kimə belə hədiyyə versən sevinər. Zəhmət olmasa bunu bükdü, amma qəribə hala düşdü. Sanki nəsə demək istəyirdi, ancaq bacarmırdı. Pulu verib gülümsədim. Təşəkkür edirəm, Zeze. Bayramınız mübarək. Evə tərəf qaçmağa başladım. Hava qaralmışdı, ancaq mətbəxdə lampa yanırdı. Hamı çöldə idi. Atam isə masanın başında oturub gözlərini boş divara dikmişdi. Dirsəklərini masaya söykəmişdi. Çənəsi ovucularının arasındaydı. Ata, nə olub oğlum? Səsində az da olsa incilik yox idi. Bütün günü haradaydın? Boyaqçı qutumu göstərdim. Sonra bu ağır yükü yerə qoydum və siqaret paketini çıxarmaq üçün əlimi cibimə saldım. Bax, ata, sənə gözəl bir şey almışam. Onun üçün necə əziyyət çəkdiyimi anlayaraq gülümsədi. Bəyəndinmi? Ən gözəli bu idi. Siqaret qutusunu açdı, gülümsəyərək tütünü qoxladı, amma heç nə demədi. Birini çək, ata. Gedib kibrit gətirdim, yandırdım və dodaqlarının arasındakı siqareti yaxınlaşdırdım. Atamın necə siqaret çəkməsinə baxmaq üçün biraz kənara çəkildim. Birdən mənə nəsə oldu. Sönmüş kibrit çöpünü yerə atdım. Ürəyim partlayırdı. Bütün günü içimi didən o dəhşətli ağrı üzə çıxırdı. Atama onun saqqal basmış üzünə, gözlərinə baxdım. Sadəcə, ata, deyə bildim. Hıçqırıq səsimi boğdu. Qollarını açıb məni sevgi ilə qucaqladı. Ağlama oğlum, həmişə belə həssas olsan, həyat səni çox ağladacaq. İstəmirdim, atacan. Elə demək istəmirdim. Bilirəm, hirslənib eləmirəm. Çünki əslində düz deyirdin. Məni bir müddət qucağında yellətdi. Sonra başımı qaldırıb dəsmal qırağı ilə üzümü sildi. Bax, indi lap yaxşı oldu. Əllərimi qaldırıb üzünü oxşadım. Əllərimi şəfqətlə gözlərinin üzərində gəzdirdim. İstəyirdim gözlərini öz yerinə yerləşdirim ki, bir daha kino ekranı kimi olmasın. Əks halda o gözlər bir ömür məni izləyəcəkdi. Bax, bundan qorxurdum. Yaxşı, indi icazə ver, siqaretimi çəkib qurtarım. Mənsə həyəcandan titrəyə-titrəyə kəkələyirdim. Bilirsən, ata, nə vaxt məni döymək istəsən, etiraz etməyəcəm. Məni istədiyin qədər döyə bilərsən. Yaxşı, Zizi. Yaxşı, məni yavaşca qucağından yerə qoydu. Hələ də heç qırığım kəsməmişdi. Dolabdan bir boşqab götürdü. Gloria sənə bir qədər meyvə salatı ayırmışdı. Heç cür boğazından keçmirdi.
Oturdu, qaşıqla az-az götürüb məni yedizdirdi. Hər şey keçib getdi oğlum, keçib getdi. Düzdür? Başımla təsdiqlədim. İlk qaşıqlarda duzlu bir dad vardı. Göz yaşlarım hələ də saxlaya bilmirdim.